Salamlar dostlar. Bu günlər sizə GTA San Andreas'a necə maşın modu yükləmək olar onu göstərəcəm. Bu mənim kanalımın ikinci videosudur. Abunə olsanız, videolarıma like atsanız sevinərəm. Keçək videomuza. Google'a girirsiniz. Google'a basandan sonra burada deməli GTA San Car mod istəyirsiniz. Buna basırsınız. Yəni mütləq bu olmalıdır. Yoxsa buna bassaz bu kompüter üçündür. Bunlar falan Softonik'dən də yüklənin. Nexus modda kompüter üçündür. Buna basırsınız. Burada istədiyiniz maşını seçin. Məsələn, istəyirsinizsə Lada seçin. Məndə Mercedes mod var. O indiriləndən sonra indirilənlərdən sizə bu proqramlar lazımdır. Zarchiver, GTA Image Tool, TXD Tool. TXD Tool'un çalışın köhnə versiyasını üçün təzə versiyalarda eləncə köhnə olduğuna görə olur. Təzələrdə Android 11 Plus'larda xəta verir modu yükləyəndə. Girirsiniz bura. Download'a basırsınız. Məsələn, sizin yüklədiyiniz mod burada RAR olaraq da gələ bilər. 7Z də ola bilər. Zip də ola bilər. Məsələn, mən yükləmişəm. Məsələn, hansını götürüm buradan. Buradan baxın, mən də elə bunu yükləyim buradan. Mən istəyirəm, məsələn, Mercedes olsun. Mercedes seçirəm. Buradan mən 3, 4, buradan siz baxa gedin. Mən modun yerini bildiyimə görə buradan gedirəm. Buydu. Yox, burada deyib bir səhifədə keçirik. Məsələn, mən bunu yükləyəcəm. Üstünə basıram. Download var, ona basırıq. Burada siz fail neyimə basın. Burada göstərdiyim. Çünki start download'a basanda buradakına çox vaxt xəta verir, endirmir. Görə buna basın, endirin. Məsələn, məndə bu açıldı. Sonra bunu edəcəyiniz maşın adına yazmalısınız. Oyunda orada göstərdiyim modlardan baxa bilərsiniz. Eləyəndən sonra sizə RAR da gələ bilər, dediyim kimi 7Z da gələ bilər, zip də gələ bilər. Mən məsələn burada mən endirdiyim modu seçim. V202 RAR. Gəldi. Burada çıxarmaq üçün 3 nöqtəyə basırsınız, mütləq çıxarmalısınız. Çoklu seçim. Buna basırsınız. Tümünü seçə basın. Basandan sonra bu kvadrata basırıq. Sonra burada çıxart olacaq, ona basırıq. Çıxart dedikdən sonra burada gözləyirik yüklənsin. Mən bunu silim. Boş şeydir, lazımsız şeydir. Gələndən sonra bunu basılı tutub üstünə streçin. Məsələn, mən Alfanın üstünə eləmək istəyirəm. Məsələn, Admiralın üstünə elə. Admiral. Bu oyunda birinci maşındır. Mən məsələn onun üstünə eləyirəm. Admiral. Eləyəndən sonra gəlirsiniz GTA Image Tool'a. Burada mən bunu silim. GTA Image Tool'a gələndən sonra Open Image'ye bassınız. Siz Zarchiver'də burada Android'da da Comrockstar Games.gta'da buradan TextDB'ye gəlib bunları seçməlisiniz. Mesela bunu seçib çoklu seçim basırsınız. GTA 3'den bunu seçirsiniz. Kopyalaya basırsınız. Burada mən TextDB dosyasını eləmişəm. Siz də buradan yeni klasör yaradıb bu kopyaladıqlarınızı onun içine yapışdıracaqsınız. Mən də bunu eləmirəm. Siz onu eləyərsiniz. Eləyəndən sonra bunu eləməmizin səbəbi oydu ki, Android 11 Plus'larda burada da xəta verir deyə. Onun elə bil, baxın, burada Android data görsüz olmur. Ona görə 10 GTA 3 ilə GTA 3 iməcəsini buraya eləməlisiniz ki, mod eləyə biləsiniz.
GTA çiməcəyə basandan sonra məsələn yazdığımız maşın modu var. Admiral. Baxın bunun üstünə basılı tutursunuz, replay istəyirsiniz. Buradan çıxırsınız. Baxın text gibi burada olacaq sitədə. Buna basırsınız, geri qayıdırsınız. Bir dəqiqə təzədən edin. Bir dəqiqə mən bunda səhv oldu. Girim bir dənə open image, text gibi GTA çiməcə dediklərimi siz Admiral üstünə basılı tutun. Göstərdiyim kimi buradan çıxın. Download'a gəlin. Aşağı sürüştürün. Baxın burada Admiral DFF var. Bunun üstüne basın. Sonra select. Processing olandan sonra burada kenarda 3 noktaya basırsınız. Rebuild'e basırsınız. Rebuild olsun. Bu biraz gec rebuild olacaq. Rebuild olsun gəlin. Dostlar rebuild oldu. Ondan sonra çıxırsınız. Gəlirsiniz bu programa girsiniz. Girəndən sonra baxın. Bunu silip en baştan göstereyim. Sonra dostlar buna girdikten sonra altta faillər olacaq. Baxın. Burada fail olacaq. Aşağıda sağda basırsınız. Baxın sizdə buradan başlaya bilər. Gəlirsiniz burada elədiyiniz text birinin üstünə basırsınız bir dəfə. GTA çiməcə olacaq. Yəni GTA olacaq. Onun üstünə basırsınız. Burada kvadratın içine basın. Çünki qıraqlarına bassız olmayacaq. Basandan sonra sağ aşağıda seçme var. Seçmeye basırsınız. Basandan sonra sağ altta yine bu var. Plus'a basırsınız. Ortadakine basırsınız. Sonra Admiral TXD'ye basıp seçme edirsiniz. Burada bunları mütləq eləməlisiniz. Burada üçü var. Burada bunu seçməlisiniz. Burada bunu bağlayın. Bunu bağlayın. Bunu açın. Tamam. Sonra olmağını gözləyin. Bu o bir programa göre daha tez olur. Yani buradan kəsməyəcəm. Yani onu da diyeyim ki yani OBB'de olanlar GTA yani GTA 3 imece, GTA 3 tekstibi falan olanlar eləməsin oyundan atacaq. Sonra tamama basırıq. Üsttəki 3 nöqtə. Bunu da yenidən inşa etmə deyirik. Sizdə bu rebuild cihazı olacaq. Ona basırsınız. Burada evet'e basırsınız, gözləyirsiniz. Basandan sonra demək oldu. Girik bu programı təzədən girik. Buradan elədiyiniz teksti bir failin içine girip buradan ikisini de kopyalayırsınız. Yani dediğim gibi çoklu seçim. Kopyalayandan sonra Android dataya gəlsiniz. Camrockstar games.gtasa fail seçərsiniz. Teksti bir gəlib sağ aşağıdakı yapıştıra basırsınız. Tüm dosyaları yüklayıp değiştirirsiniz. Sonra ekranı açıp tuta basın ki telefon sönməsin. Olmağını gözləyib. Oldu. Şimdi önümüze girə bilərik. Sonra bu offline'a basın sağ aşağıda. Yani signal'ine basa, signal'a basız olmayacaq. Çünkü online falan olmur. Offline'a basırsınız. Start game. Geçen videoda göstərdiyim kimi həmişə load game edin, yoksa yani orada oyundan atma problemi tez olacaq.
gəlik. Maşınlar menüsü. Şimdi maşınımız hazır. Şimdi gelip sürə bilərsən. Modumuz bu qədər idi. Yaxşı oynayır. Sağ olun.